Bu günlər biz Şəhidoğlunu sizlərə təqdim edirəm. Kəlbəcər rayonu Bağırlı kənd sakini. Adını soyadınız? İbrahimov Yunus Həmidoğlu. Bəli, Kəlbəcər rayonu Bağırlı kənd sakinidir. Gəncə şəhərində yaşayır, çox çətin şəraitdə kiralarda qalır və adiyyəti olan orqanlardan xahiş edirik ki, Gəncə şəhərində boş olan evlərlə bağlı inşallah bizim qardaşımıza dəstək olunsun. Başqa tələbiniz varmı? Tələbim ondan ibarətdir ki, bax, nə çörək pul alıram. Çörək pulum 2015-dən kəsibdilər, heç vermirlər. Şəhidlik pul almıram, heç yerdən gəlirim yoxdur. 2 uşaq, ailəm, heç yerdən də gəlir yoxdur. Gün 15-20 vaxtda mən kirədə nəfər yaşayım. Mənim də xahişim budur ki, heç olma bu Gəncədəki izləniyələr də bir kül taxlı bizə ev versinlər, müvəqqəti yaşamaqdan ötürü ki, bu Kəlbəcərdə bizim hava torpaqlarımızı tikib qaytaracaq, yenə də biz gedəcəyik o torpaqları. Burada qalası deyil ki, heç asımız. Bu torpaq dövlət yaratdı, tikdi, qurdu, cəmaatda göndərir, hərəsinin partiya gedirlər. İnşallah. Mənim də xahişim bundan ibarət ki, cənab prezidentə də müraciətimiz bundan ibarət, cənab prezident. Xahiş eləyirəm, məsələn bizə müvəqqəti yaşamaq üçün Gəncə şəhərində bizə 2 otaqlı ev versinlər. Bu körpə 4 yaşında, 6 yaşında 2 uşaqdır. Qalmışam küçələrdə. Mən heç olmaya o evlə təmin olum. Adiyyəti olan orqanlara xahiş edirik, bir də xahiş edirik.